Bir sahibkarla konsultasiyam oldu. Aylıq 50 min manat dövriyyəsi vardı. Amma özünə heç nə qalmırdı. Gəldi yanıma və dedi ki, Fərhad, mən yorulmuşam. Hər ay pul gəlir, pul gedir. Amma mən heç nə görmürəm. Bütün gün işləyirəm, işçilərə maaş verirəm, icarəmi ödəyirəm, materiallara pul xərcləyirəm. Amma ayın sonunda cibim boşdur. Mən ona təklif verdim. Gəl rəqəmlərə baxaq. Oturduq və 15 dəqiqə hər şey aydın oldu. Problem bilirsiniz nə idi? Heç bir problem yox idi. Yəni biznes işləyirdi, müştərisi var idi, satış var idi. Problem strukturda idi. Bu adam öz biznesinin içində itib getmişdi. Xərclərin hansının sabit, hansının dəyişkən olduğunu bilmirdi. Marja hesablanmırdı və ən əsası öz maaşını xərc kimi yazmırdı. Yəni biznes mənfəətli kimi görünürdü, amma əslində onun əməyi pulsuz istifadə edirdi. Bilirsiniz nə etdik? Çox sadə bir şey. Əvvəlcə onun şəxsi maaşını xərc kimi yazdıq, bazar qiyməti ilə. Sonra bütün xərclərini kateqoriyalara ayırdıq və bir rəqəm çıxdı ki, o heç vaxt o rəqəmi görməmişdi. Onun real mənfəət marjası. 50 min dövriyyədə real mənfəət 3000 manat idi. Amma bunu bildikdən sonra biz dəqiq bilirdik ki, haranı kəsmək lazımdır, haranı artırmaq lazımdır. Bu sahibkarların 90%-nin problemidir. Dövriyyə var, mənfəət yoxdur. Əgər sən də bu vəziyyətdəsənsə, mən tam olaraq bunu öyrədən kurs hazırlamışam. Sən biznesini rəqəmlərlə idarə etməyi öyrənəcəksən. Pərvizi.org saytına daxil ol, qeydiyyatdan keç, gözləyirəm səni.